Singapurda müəllim dərsi izah etmir, onu dizayn edir. Bir ölkə var ki, müəllim dərs planı yox, öyrənmə dizaynı hazırlayır. Bəli, bu Singapur modelidir. Dərsi izah kimi yox, təcrübə kimi təsəvvür edin. OECD-nin 2022-ci il hesabatına görə Singapur müəllimi dərsdən əvvəl bir sualı düşünür. Öyrətdiyim bu bilik uşağın həyatına necə toxunacaq? Sonra isə dərsi bunun ətrafında qurur. Məsələn, riyaziyyat dərsi tənliklər deyil, real problemlərin həlli üzərində qurulur. Müəllim sadəcə bilik ötürmür, öyrənmənin ssenarisini qurur. Uşağın maraqlarını, hisslərini və suallarını dərsin mərkəzinə qoyur. OECD 2022 tədqiqatına görə bu cür dərslərdə şagirdlərin öyrənmə və yadda saxlama faizi 2 dəfəyə qədər artır. Singapurda müəllim bir sənətkardır, dərs isə onun yaratdığı bir əsərdir. Orada hər dərs sanki bir eksperimentdir. Uşaq düşünür, sınayır, səhv edir və təkrar sınayır və ən sonunda öyrəndim hissini özü yaşayır. Çünki burada əsas məqsəd müəllimin danışdığı deyil, uşağın kəşf etdiyi öyrənmədir. Azərbaycanda bu modeli tətbiq etmək üçün ilk addım dərsi izah kimi yox, öyrənmə təcrübəsi kimi görməkdir.